Salam əzizlərim, bugün mətbəximdə elə bir dad yarandı ki, sözlə ifadə etmək çətindir. Yumuşaq, zəri və inanılmaz dərəcədə ləzzətli kəsmikli piroq hazırladım və mütləq sizinlə paylaşmalıyam. Əvvəlcə 4 ədəd yumurtanı götürürəm, üzərinə 1 stəkan şəkər əlavə edib yaxşıca mikserlə ağarana qədər çalıram. Sonra isə bu gözəl qarışıma kəsmiyi əlavə edib yenidən qarışdırıram. Sonra üzərinə 1 stəkan un, 1 ədəd qabartma tozu, 1 ədəd vanil əlavə edib yaxşıca qarışdırıram. Hazır olan piroq xəmiri qaba yerləşdirirəm və 180 dərəcədə sobada bişməyə qoyuram. Piroq sobadaykən vaxt itirmirik. Gəlin üzəri üçün möhtəşəm bir sos hazırlayaq. Sos üçün yarım stəkan şəkər, 1 ədəd limonun suyu, 1 yumurtanın sarısı. Bunları qazın üzərində təxminən 5 dəqiqə yaxşıca qarışdırıb bişiririk və nəticədə parlaq zərif bir sos alınır. Piroq bişəndən sonra onu biraz soyumağa qoyuram və hazırladığım sosu üzərinə yaxşıca yayıram. Üzərini isə zövqə görə bəzəyə bilərsiniz. Mən bu dəfə boranın tumunu əzib üzərinə səpdim və görüntüsü çox maraqlı oldu. Həm də dadı başqa bir səviyyədə oldu. Və nəhayət yanına 1 fincan təzə dəmləmiş kofe. İnanın bu piroqla birlikdə möhtəşəm uyğunlaşdı. O qədər ləzzətli alındı ki, bir dilimlə kifayətlənmək mümkün olmadı. Əgər siz də yumuşaq, kəsmikli və ağızda əriyən piroq sevirsinizsə mütləq sınayın. Bişirsəniz dadından doymayacaqsınız, buna əminəm. Sizin dəstəyinizlə daha gözəl reseptlər paylaşmağa davam edəcəyəm. Hələ